Suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin monitorinq şöbəsi olaraq su və su təsərrüfatı obyektlərində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli 56 nömrəli qərarının 22-ci bəndinə əsasən su mühafizə zonalarında qadağan olunmuş fəaliyyətlərə yol verilməməsinə ciddi nəzarət olunur. Qadağan olunmuş fəaliyyət dedikdə, bitki ziyanvericilərinə, xəstəliklərinə və alaq otlarına qarşı kimyəvi mübarizə vasitələrindən istifadə edilməsi, burada qəbristanlıq və zibilxanaların yerləşdirilməsi, neft məhsulları anbarlarının, avtomobillərin yuyulması nəticəsində əmələ gələn tullantı sularını toplamaq üçün qurğuların tikilməsi və yerləşdirilməsi və su obyektlərinin vəziyyətinə mənfi təsir edə biləcək digər fəaliyyətlər nəzərdə tutulur. Bundan əlavə, su obyektlərinin sahil mühafizə zolaqlarında torpaqların şumlanması və əkilməsi, meşələrin qırılması, ağac və kolların kökündən çıxarılması kimi halların qarşısının alınması məqsədi ilə tərəfimizdən hazırlanmış plan qrafika uyğun olaraq monitorinqlə həyata keçirilir və aşkarlanmış nöqsanlar barəsində qanuna müvafiq tədbirlər görülür. Bildiyiniz kimi, su təbiətin bizə verdiyi ən qiymətli sərvətlərdən biridir. Lakin bu sərvətin tükənməz olmadığını, düzgün idarə olunmasa, gələcək nəsillər üçün ciddi ekoloji və sosial problemlərə səbəb ola biləcəyini unutmamalıyıq.